Bəs bunlar rayona aparmaq istəyir. Mədinənin deyəsəm bir dənə varlı qaqaş var. Aparmaq istəyir Dubaya. Amma o Ofeliya ilə İnci 100% rayona gedirlər 2 saata ya 3 saata rayona gedirlər də. İnci telefonsuz çıxa bilmir də. Ona görə qalıblar hələ şeydədirlər. Yasamalda inşaatçılar tərəfdə. Bakıda martın 17-sində itkin düşmüş 3 yeniyetmə qızın yeri hələ də müəyyənləşməyib. Baku TV-yə açıqlama verən valideynlərdən birinin dediyinə görə qızı rəfiqəsi ilə birlikdə şəhərdə gəzmək üçün ondan icazə alıb. 17-si çıxıblar 7-də. Məndən icazə alıblar ki, şəhərə gedək. İcazə vermirdim, daha sağ qızımı oğurladılar. İkisi də birdən düşdü üstümə ki, icazə ver xala, nə olar. Onun yarısı evdə olacaq, söz veririk. Axırıncı dəfədə ona qalmış şəkil atıblar ki, biz yoldayıq, çatırıq. Ona çox xəbəri yoxdur, yox. Düz yazırlar, eləyirlər. 50 adlı oğlan var bunların dostları, o yazır, eləyir ki, mənim xəbərim yoxdur falan filan, amma ki, filan yerdədirlər, belədilər, elədilər. Даже mənlə onları görüşdürmək istəyiblər. Yəni, pul istəyib oğlan ki, bir qız var, Məryəm adlı qız. O, bəs sizi görüşdürəcək. Oğlanın başına alarıb görüşdürəcək sizi. Pul qarşılığında. Pul istəyiblər, bəli, mən də razılaşmışam. Nə deyim, bir gün uşaq mənim başım çıxma Instagramda paylaşım edib. İndi polisə xəbər, mən şeylərlə deyirəm polislərə ki, Qırtalan tərəfdərlər deyir, oradan paylaşım ediblər. Belə bir şey bilmirəm. Bir saat bundan qabaq paylaşım olub və bilmirik də indi. İtkin düşən qızlardan birinin valideyninin dediyinə görə onlar itkin düşən zaman Əli adlı şəxs onlarla əlaqə saxlamağa çalışıb və güya qızları axtardığını bildirib. Bir dənə cavab desinlər bizə. Biz gedək onlardan görüşəndə qaqaşların ikisini saxlatdıracaq yanımızda da. Qoymayacaq qaçsınlar. Saxlatdıracaq qaqaşların yanımızda biz də çoxluq biraz. Qaqaşları saxlatdıracaq yanımızda. Onlardan söz almağa çalışacaq. Hara gediblər, hara gedməyiblər. Bu gün axşama kimi o qızları tapacaq da yəni. Yasamalda kiminsə yanına gedib. İnci ilə Mədinə ikisi. İkisi gedəndən sonra Ofeliya görüblər çöldədir. Ofeliyanın yanlarına dartıblar. Sonra Ali Rizadır, kimdir? 2 dənə oğlan yanına gediblər. Ateş adlı oğlan bunları Dubaya aparmaq istəyib. Birini rayona, birini Dubaya. İnci ilə Ofeliya indi bu hal-hazırda Kəmalə adlı qızın evindədir. Avparkdan, Narıncı marketdən üzbəüz birinci arada. Aranın məhəlləsi yox, ikinci arada, birinci blokda. Orada qalırlar. Əli adlı şəxs onu polisə verəcəkləri halda qohumlarını bu işə cəlb edəcəyini deyib. Məni kim polisə verib ha? Məni kim tutturmağa çalışıb ha? Andollu, əmim, dayım, yəni nəslimdə nə qədər adam varsa, qurban olsun, hamısını qatacağam bu temaya. Nə qədər dərinliyə gedə bilirəmsə, gedəcəm. Məsələ ilə bağlı araşdırmalara başlayan Daxili İşlər Nazirliyindən bildirildi ki, itkin düşən qızların axtarışları davam edir.